Salam kanal izləyiciləri, bugün sizlərlə MHM mümkün giriş test toplusundan ehtimal nəzəriyyəsi bölməsindən gəlin belə bir sualın izahına baxaq. Deməli, sualımızda nə verib bizə? Deyir, hər birində 3 qara və 5 ağ top olan 2 torba var, təsəvvür edin. Və deyir, birincisindən bir top alıb ikinciyə, sonra isə ikincisindən yenidən bir top çəkilib birinciyə atılır. Rəy baxımından əvvəlki halın yaranma ehtimalını soruşur bizdən. Deməli, gəlin əvvəlcə belə edək. Biz torbaları bura təsvir etməyə çalışaq. Hər birində deyir 3 qara və 5 dənə ağ top var. İndi baxın, gəlin görə bu sualda bizi nə demək istəyir? 3 qara və 5 ağ topdan. Deyir, buradan bir top alıb ikinciyə atırıq. Və ikincidən isə bir top alıb birinciyə atırıq. Rəy baxımından əvvəlki halın yaranma ehtimalı. Yəni, yenə də bu topları buradan bir top alıb bura atsaq və həmçinin buradan da bir top alıb yenidən bura atdıqda, yenə onlarda 3 qara 5 ağ yaranma ehtimalını soruşur. Bəs bu necə baş verə bilər? Gəlin onu bir araşdıraq. Bu necə baş verə bilər? Əgər biz buradan qara topu çıxarıb ikinciyə qara atsaq və həmçinin oradan da qara çıxarıb bunu atsaq, əlbəttə ki, bərabər olar bu. Yenə əvvəlki vəziyyətə. Amma birinci torbadan ağ çıxarsam, atdım təsəvvür edin ikinci torbaya və ikinci torbadan da ağı çəkib atıram birinci torbaya. O zaman yenə də əvvəlki hal yaranacaq. Gəlin indi bu halı tapaq. Baxın, təsəvvür edin, birincidən qara rəng çıxarıram. 8 dənədən qara rəng 3-üdür. 8 dənədən 3-ünü çıxarıram. 8-də 3-də ehtimalım. Atdım, gətirdim bu torbanın içərisinə. Artıq sizin bu torbada 8 daş top yox, 9 top olacaq. Siz oradan da qara çəkib atmalısınız digər torbaya ki, burada şans eyni olsun, artıq qara bərabər olsun. Bəs yaxşı, axı mən bura bir top gətirib atmışdım, burada 9 top olmuşdu. Bəs qara nə qədər olmuşdu? Qara da 4 dənə olmuşdu. Çünki 3 qara var idi. Mən buradan qaranı çəkib atsam bura 4 qara olacaq artıq. Digər tərəfdən indi ağ çəkirəm. Təsəvvür edin, buradan ağ çəkəcəm topu. 8 dənədən 5-i ağdır. Çəkdim. Gətirdim ağ, belə deyək, topu atdım ikinci torbaya. Artıq sizin ikinci torbada 9 dənə top olacaq. Ağ nə qədər olacaq? Axı buradan ağ çəkib atmışam mən bura. O zaman 9-da 6. Heç ixtisar falan aparmayacağım. Birbaşa hesablayaq. 72-də 12 bu, 30-da bu. Nə qədər verir? 42 verir mi? Verir. Axırda da ixtisarımızı aparaq. Neçə ixtisar gedəcək bunlar? Deməli, 6 ixtisar aparsaq 12-də 7 deyə cavab qalacaq. Sualımızın cavabı oldu 12-də 7.